Salam əziz izləyicilər. Bugün çox ləzzətli halva reseptini sizinlə bölüşürəm. Ərzaqların miqdarını videonun açıqlama hissəsində qeyd edəcəyik. İlk öncə keçid edirik halva şərbətinin hazırlanmasına. 1 stəkan şəkər tozunun üzərinə yarım stəkan su və yarım çay qaşığı sarı kök əlavə edib ocağın üzərində qarışdırıb həll etdikdən sonra qaynamasını gözləməliyik. Qaynadıkdan sonra altını söndürüb keçid edirik halvanın hazırlanmasına. 130 qram əridilmiş kərə yağının üzərinə 1 dolu stəkan un və 1 çimdik duz əlavə edib qızılı rəng alanadək qovururuq. Qeyd edək ki, bizim bişirdiyimiz halva təxmini 5 nəfərlik üçün nəzərdə tutulub. Siz istəyə görə ərzaqların miqdarını çoxalda bilərsiniz. Qızılı rəng aldıqdan sonra üzərinə şərbətini töküb qarışdırdıqdan sonra ocağın altını söndürürük. Halvamız hazır olduqdan sonra boşqablara yığıb zövqə uyğun bəzəyə bilərsiniz. Halvamız artıq hazırdır. Göz haqqınızı halal edin. Videonu bəyənib və kanalımıza abunə olmağı unutmayın.